gün həqiqətən burada danışmaq məndən ötürü çətindir. Çünki mən ilk dəfədir ki, Turanın yanında onunla söhbət edirəm, onunla danışıram. Mən çox çıxış eləmişəm, çox danışmışam. Demək olar ki, bütün tədbirlərdə danışmışam Turan haqqında. Amma onun yanında məzar da deyə bilmirəm. Amma onun yanında ilk dəfədir ki, danışıram. Bugün gece yarısı onu təbrikə gəldim. Artıq 25 yaşı tamam olub Turanımın. Bəlkə də indi tam fərqli olacaqdı. Ailəlikcə bir yerdə, öz balaca ailəmizlə, evladıyla. Amma Allah tam başqa cür yazdı bizə bu yazını. Sonuncu 2022-ci ildə 21 yaşı tamam olanda mən gecə 00'dan tamam 12 tamamda ona bir video attım, ad günü təbriki videosu. Videoya baxdı, anidən zəng vurdum. Təbrik elədim. Mənə dedi ki, bu sayılmır dedi. Səhər tezdən dedi, bir də zəng eləyərsən. İndi yenə gece yarısı yanına gəlmişəm. Yenə onun ad gününü təbrikə gəlmişəm. Kəş bu təbrikim başqa cür olardı. Kəş onun əllərini tutub üzünə baxaraq bu təbrik eləyərdim. Cənnətdəki dəyişməyən ad günü mübarək mənim can yoldaşım.